Bax, bu nümunələrdə başa düşdünüz də, hansı ədabları işlətdim. Sonra məhdudlaşdırıcı Rusya nə oldu? Ograniçenlik. Yəni, müəyyən bir şeyə çərçivəyə çalıranda oradan o tərəf olmaz. Bax, ancaq sənin gəlməyini istəyirəm. Toyka. Toyka. Na ruski metod toyka. Toyka тебя хочу. Kamran başa düşürsən? Ay soğuk. YouTube'dan mı Kamran'ı tanıyacaq? Yalnız səni görmək istəyirəm. Bircə səni görmək istəyirəm. Bax, bir-iki dənədir. Bir var deyirəm ki, bir gəlib çıxsaydım. O da məhdudlaşdırmıyor. Amma bir də deyirəm ki, bir sənin gəlməyini istəyirəm. Yalnız sənin gəlməyini istəyirəm. Bax, sinonimli qoydum yerinə. Gördünüz? Sinonimlərdən istifadə edirsiniz. Bizə bunlara, burada çox sinonimli işləmir, amma bunlar var. Bir-birini çox gözəl əvəz edir. Sinonimlər insanların xeyrinə gəlir. Bu dəqiqləşdirir. Konkretno говорит, да? Про чего говорит? Elə mən də onu deyirdim. Məhz mən də onu deyirdim. Rusca bilmirəm nədir? Əsl mən deyəndir. Точно, да? Типа точно говорит. Sonra sual. Bunlar sual cümləsi yaradır. Bu rahatdır. Oxumamsan mı? Bu bir şey yazır. Bəyəm oxumamsan? Məgər oxumamsan? Bəs oxumamsan? Yəni oxumamsan? Oxumamsan ki, indi bu ki ilə o fərqinə bax. Sən ki, belə düşünmürdün, sınırma. İndi bağlayıcı ilə. Bağlayıcıda ki var axı, orada verisi olur. Oxudum ki, dərsə gəlməlisən. Orada verisi var, amma bunlarda yoxdur. Bir də deyirəm ki, oxumamsan ki, getmirsən ki, bu şey oldu, sual.